Tarixçi alim, akademik Yaqub Mahmudovun çoxillik səmərəli elmi fəaliyyəti xalqımıza qarşı həyata keçirilən deportasiyalar və soyqırımların öyrənilməsində, qədim torpaqlarımızın tarixinin tədqiqində, xəritələrin hazırlanmasında mühüm rol oynayıb. Balakəndə Şimal-Qərbi Azərbaycan tarixi məsələləri mövzusunda elmi-praktiki konferansda bu fikirlər səsləndirilib. Onun müəllifliyi və rəhbərliyi ilə Azərbaycan tarixinə dair bir çox fundamental əsərlər işıq üzü görüb. Konferans çərçivəsində alimin kitablardan ibarət sərgi ilə tanışlıq olub. 2011-ci ildə akademik Yaqub Mahmudova həsr edilən sənədli filmdən bəzi hissələr nümayiş etdirilib. Sonda yerli mədəniyyət və incəsənət ustalarının ifasında ədəbi bədii kompozisiya nümayiş etdirilib. Elmi konferansın keçirilməsinin burada böyük mənası var. Mən bir məktəbdə bura ilə əlaqədardır. Və bugün Qərbi Azərbaycan, Şimal-Qərbi Azərbaycan tarixi Balakəndəki bu konferansın keçirilməsinin böyük dövlətçilik əhəmiyyəti var.